Evə girən adam evdə tək yaşayan arvadının oturub ağladığını görür. Bundan etkilenen kişi arvadından soruşur ki, arvad niye ağlayırsan? Deyir kişi, mən evdə örpəksiz gəzirəm. Bu evin qarşısında olan ağacda oturan quşlar məni örpəksiz görürlər. Ona görə qorxuram ki, bundan mənə bir günah gələ. Ona görə Allaha yalvarıb ağlayıram. Bundan etkilenen əri arvadı qucaqlayıb alnından öpür ki, onun arvadı bu qədər Allaha bağlıdır. Baltanı götürüb gedir həmin ağacı kökündən kəsib atır ki, bir də quşlar bunu arvadını görməsinlər. Kişi hər gün səhər tezdən işə gedib, axşam işdən qayıdırmış. Bunun gedib qayıtma vaxtı bəlli vaxtlar imiş. Kişi bir gün belə olur ki, işi tez qurtarır, qayıdır gəlir evə. Arvadına sürpriz eləmək üçün səssizcə qapını açıb içəri girdikdə özü sürprizlə qarşılaşır. Görür ki, Allah eşqi ilə yaşayan arvadı evdə öz məşuqəsi ilə kefdə damaqdadır. Kişi özünü bunlara bildirmədən evdən özünə bir-iki lazım olan şeyi götürüb evdən çıxıb gedir. Baş alıb diyar gedir, nəhayət gəlir bir yerə çıxır, görür ki, cəmaat toplaşıb, qarışıb aləm bir-birinə. Bu da gəlib həmin adamlara qoşulur, birinə yaxınlaşıb soruşur ki, nə işləyir, bu cəmaat bura niyə toplanıb? Ki, buna deyir ki, kralın xəzinəsi çalınıb, oğrunu axtarırlar, tapa bilmirlər. Ona görə kral əmr edib ki, bütün cəmaatı yığın sarayın qarşısına, oğru tapılmayınca onları buraxmayın. Bu kişi görür ki, bu cəmaatın qarma-qarışıq içərisində biri ayaq barmaqlarının üstündə gəzir. Bu yenə soruşur ki, o ayaq barmağı üstündə gəzən kişi kimdir? Deyir ki, o kral ailəsinin din adamıdır. Kişi tez əlin qaldırır və qışqırır ki, Allahım, oğrunu tapdım. Məni tez aparın kralın yanına. Bəli, bu kişini gətirirlər kralın yanına. Deyir, kral sağ olsun, mən oğrunu tapmışam. Deyir, kimdir oğru? Deyir, sənin kral ailəsinin din adamıdır. Bəli, bu barmağı üstə gəzən adamı, həmin bu barmağı üstə gəzən adam da özünü Allah adamı kimi göstərirmiş, barmağı üstə gəzirmiş ki, güya bu ayağın bütün yerə basar, özü də bilmədən yerdəki qarışqaları öldürər, günaha batar. Ona görə bu barmağı üstə gəzirmiş. Bu adamı tutub gətirirlər kralın huzuruna. Bunu danışdırırlar, nəhayət boynuna qoyurlar ki, xəzinəni bu aparıb. Kral çox maraqlanır, bu kişidən soruşur ki, sən nə bildin ki, bu adam oğrudur? Deyir, kral sağ olsun. İndi insanların bəziləri özünü din adamı olduğunu o qədər qabardırlar ki, onların arxada gördükləri pis işlər nəzərə çarpmasın. Xalqın malını yeyirlər, talayırlar, Allaha inam altında müxtəlif pis işlərlə məşğul olurlar, amma özlərin
reklam edirlər ki, bunlar Allah adamıdırlar. Mən ona görə müəyyən etdim ki, sənin uğurun budur. İndi dostlar, pərdələnən adama inanmaq olmaz. İnam insanın qəlbində, əqidəsindədir. Diqqətinizə görə çox sağ olun.